Baxın, qəlbin əməlləri bədənin əməllərinə nisbətən ruhun bədənə olan rolu kimidir. Qəlbi əməllər ən önəmlisi odur. Və qəlbin ən böyük, ən uca və ən vacib əməllərindən biri Allah barəsində gözəl zənn ilə yaxşı güman etməkdir. Çünki bəndələr nə dinlərində, nə də dünyalarında bu düşüncədən bixəbər qala bilməzlər. Bizdən kim var ki, səhv etməsin, günah etməsin? O zaman Allah rəhmətinə yaxşı zənn bizi tövbəyə gəlməkdə və Allaha dönməkdə yardım edir. Günahların nə qədər də olsa. Və bizdən kim var ki, dünya tərəfindən bəzi məsələlər sarsılmasın, müsibətlərə düşər olmasın, bəzən iradəsi zəifləməsin. Elə bu zaman Allah barəsində yaxşı zənn bizə ümid və inam qapılarını açır. Beləcə biz yenidən ayağa qalxırıq. Çətinliklərimizə güclü ürəklə və poladdan bir iradə ilə sinə gəlirik. Buna görə də Allah barəsində gözəl zənn, yaxşı güman, imtihanlar və fitnələr dənizində qurtuluş gəmisidir. Bu insan üçün ümidsizlik və düşkünlük anlarında mənəvi bir ucalıqdır. Bu zənn qəlbi bu həqiqət üzərində sabit saxlayır ki, Allah hər şeyə qadirdir, hər şey onun əlindədir. Gözəl zənn bu deməkdir. Dualarda, hər bir şeydə belə olmalı insan.